ən gözəl əməllərdən biri bir qəmli ürəyi sevindirməkdir. İnsanların düyünlərini açmadan öz düyünləri açılmır, bu qaydalardır. Həyat belə qurulub, belə. Əhvazdan bir kişi gəldi İmam Cəfər Sadiq əleyhissalamın yanına, Mədiniyə. Dedi ki, vergilər belimizi qırır, mənə 10.000 dirhəm vergi yazıblar. İmam Sadiq əleyhissalam dedi, İmam Cəfər Sadiq əleyhissalam dedi ki, mən neyiniyim, mənlik nə var? Dedi ki, oranın hakimi sizin dostlarınızdandır, yəni sizin dostlar bu mənada ki, tərəfdarlarınızdan, Əhl-i Beyt tərəfdarlarındandır. Ona bir söz deyərdiniz, mənə çox vergi ilə yükləyiblər orada. Yazır, Bismillahirrahmanirrahim, Surra əxak, surrukəllah. Qardaşını sevindir, Allah səni sevindirsin. Və salamı bir cümləni yazır. Aparır məktubu, təqdim edir o hakimə, həmin o kəndli. Deyir, baxır,